Raif müəllim, neçə yaşınız oldu? Mənim artıq 80, 87 gedir. Maşallah. 87 yaşım var mənim. Əslində sizin deyəsən bütün ailənizdə uzun ömürlülər var. Qardaşınız 95 yaşında rəhmətə Mənimki gedib. qardaşım 95 yaşında, mənim atam rəhmətli 90, o da elə 95 yaşında. Belə uzun ömürlü. Yəni 3 qardaş hələ qalırsınız, düzdürmü? Biz 4 qardaş idik. 4-ü rəhmətə gedib, ən kiçiyi mən idim. Siz qalmısınız. Mən qalmışam. Allah uzun ömür versin. Sağ olun, Allah sizə xoşbəxt eləsin. Necə hiss edirsiniz özünüzü bu yaşda? Normal. Yaxşı, şükür Allahın köməyi ilə yaxşı. Daha yaxşı hiss edirsiniz də, Natavan xanım sizə baxır yəqin, hə? Yox, əlbəttə indi Natavan ən əsası Natavan xanım sakit insandır, başa düşürsüz. Artıq 61-ci ildir həyat qurmuşuq, yaşayırıq. Bizim nəticələrimiz var, nəvə nəticələrimiz. Və nə demək istəyirəm, onun o sakitliyi, onun o insanlığı, mülayimliyi o mənə çox gözəl belə müsbət təsir göstərirdi. Yaşayırıq. Çox gözəl bir-birimizi başa düşürük. Hər gün səhərlər duranda salamlaşırıq. Gülər üzdən o gün artıq normal səviyyədə gedir. Bir adamlar var ki, səhər görüşəndə görürsən belə bir pis əhval-ruhiyyə qarşılayır qaşqabaqla. O günləri də qarı olur elə insanların, başa düşürsünüz. Bu böyük şeydir ki, İnsan həmişə səhər bir əgər cavansan öpüşəsən də gərək, yəni bir salam deyəsən. Əlbəttə. Yaşlananda öpüşmək olmur. Olur. Niyə? Olar. Elə biraz da danışsaq, elə deyəcəyəm, indiyə qədər öpüşərəm. Elədir. Natavan xanım gözəl xanımdır axı. Gözəl. Baxımlı xanımdır. Gözəl xanımdır. Elə o gözəl olmasaydı evlənməzdik axı o ilə. O da elə birinci dəfə bizim orkestrdə, mən Azərbaycan Dövlət Estrada Orkestrində işləyirdim. Solist idim, artıq bir 27 yaşım var idi mənim. Bir 5-6 il işləyirdim Rauf Hacıyevin rəhbərliyi altında olan Azərbaycan Dövlət Estrada Orkestri bütün dünyada məşhur idi. Ora hər adamı da götürmürdülər, orada hər musiqiçini götürmürdülər. Qaya orada formalaşıb. Mənim gözüm bir yerdə biz gəlmişik 60-cı ildə ora. Qaya kvarteti, sonra Oktay Ağayevdir, Natavan xanım, Elmirə Rəhimovadır. Elə ilk addımlarını biz bir yerdə atmışıq. Həmin o orkestrdə. Hindistandan gələndə o 60-cı ildə artıq bizim orkestrdə başladı çalışmağa. Günlərin bir günü biz burada qastrol səfərinə qayıtmışdıq, Bakıdaydıq, məşq edirdik. İkinci mərtəbədə bir böyük otağımız var idi orkestrin. Orkestrin də heyəti bir 25-30 nəfər adam idi. Böyük orkestr idi. Direktorumuz günlərin bir günü dedi ki, uşaqlar özünüzü yığışdırın. Biz də ki, bir 30 nəfər lotular orada oturmuşuq. Hamısına da gözü qaydıyır. Nəysə, dedi bir qəşəng qız gələcək, onu işə götürür, solist kimi yeni oxuyandır. Biraz özümüzü yığışdırın da. Nə gözəl qız, biz qastrollarda o qədər gözəl qızlar görmüşük ki. Nəysə, biliyorum, doğrudan bir qəşəng qız girdi içəri. Mənim bir dostum var idi, Zaur Nurullayev, Allah rəhmət eləsin. O da bizim orkestrdə vokalçı idi. O çox yaxşı, onun səsi, bariton səsi var idi, Müslümin səsi kimi. Bütün eserdə elə onu tanıyırdılar artıq. Çağırdım, o dedim, gəl bura. Bunlar da bir yerdə konservatoriyada bir sinifdə, bir kursda oxuyurdular. Dost idilər də, ailəvi dost idi. Dedim, ya da ona da gidən ki, mənim həyat yoldaşım olacaq. Külotlular da eşitdilər hamısı ki, mən bu sözü demişəm. Birinci gün dediniz bunu? Birinci gün, elə birinci saat. Dedim, ona ged ona da gidən ki, mənim həyat yoldaşım olacaq. Doballı. Niyə elə dediniz? Baxdım, gördüm ki, qəşəng qızdır. Bəlkə xasiyyəti pisidir? Yox, xasiyyətini boşanardım da onda da. Əsas alın, sonra boşanaram. Yox, xasiyyəti şükür Allah. Bəs nə dedi? Sizə nə ismarış gəldi? Zavur buna deyəndə baxdım, bir gülümsədi belə. O ilə də qutardı. Sonra da qastrola gedəndən sonra başladım artıq.
diqqət yetirirdim. Hərdən bir güldən zaddan oğrayırdım. Qarkomun qabağında güllər var idi, qızıl güllər. Aha. Bir dəfə səhər saat 5-də getmişəm, bu bir beşək belə qırmızı bir qızıl gül dərmişdim, onu gətirmişdim. Biləndən 2 sonra oğurluğuna gətirmişəm. Amma pul var idi da, düzdür. Bizim maaşımız şükür Allaha normal idi. Bir var ki, pul var, amma elə gül tapmaq mümkün deyil axı. Rigada özdə. Gedib deyirəm də, bir dəfə də bir fiyalka var idi. Fiyalkada ağ belə güldür, suda Liliya, zambaq. Liliya. Liliya. Zambaq. Zambaq suyun içində. Bir Rigada onların parkında bir çay axırdı. Aha. Özdə biraz artıq payız idi. Çox da isti deyil idi. Nəsə gedəndən sonra dedim ki, istəyirsən o gülü dərim sənin üçün oradan. Dedi ki, nə danışsan? Dedim, nə danışsan? Tez şalvarımı zadımı çırmaladım. Girdim oraya, o gülü dərtdim. İndiyə qədər o güllə o şəkili var. Elə, saqqızını oğurladı sən. Elə ki, Amma özün də deyəsən meyli var idi. Meyli. Bəyənmişdi sizi, hə? Yox, bilirsiniz, mən cavan oğlan idim. Orada meyil məsələsi daha elə şey yox idi. Elə şeyə rast gəlməmişdim. Yox məsələsinə rast gəlməmişdiniz. Yox məsələsində mənim ömrümdə rast gəlməmişəm. Yox. Ya da belə normal olub hər şey. Normal münasibətlər olub. Nə qədər görüşdünüz evlilikdən əvvəl? 6 ay görüşdük. 66-cı il idi, aprel ayının 22-sində Bakıda bir lehsan yağdı. 66-cı ilin aprelin 22-sində. Bağırov mostu var idi Montində. Onun yarısı aparmışdı sel o devirdə. Demək, o vaxtda belə yağışlar olurdu, sel aparırdı. Yəni, Bakı üçün yeni hadisələr deyil bu. Yox, o vaxtı da belə deyil idi. İndi vaxtı körpünü aparmaq da nə idi? O vaxtı belə deyil idi. Amma sel, o Montindən belə bir sel keçmişdi. Anası da deyirdi ki, mənim qızımı oğrayıb bu deyir. O təbiət ağlayırdı. Nəysə. Bunların xəbəri yox idi axı biz evlənəndə. Yəni, 22-si neynəmisiniz siz? 22-si toy eləmişik. Toy elədiniz, amma ondan əvvəl siz niyə gizlin evləndiniz axı? Belə idi də, biz qastrolda getməli idik. Burada artıq evdən də bunu buraxmırdılar ki, konservatoriyada artıq demişlər, əgər getsən qastrola qalacaqsan, konservatoriyadan çıxardacaqlar səni. 3-cü kursda oxuyurdu. Belə oldu ki, nə bilim, elə bu 3-cü kurs, nəysə... Nə sonra olub? Yox, heç nə. Dedim ona ki, nəsə qəribə gülümsüyürsünüz. Orada bir Naxçıvandan elçilər gəlmişlər. Bu da Naxçıvanlıdır, atası Naxçıvanlıdır. Oradan elçilər gəlmişlər. Gördüm, iş xarabdır, mən də qastrolu gedəcəyəm, bu qalacaq. Dedim ona, ay qız, pasportu götür, gedək Zaksa. Heç kimin də xəbəri yox, nə mənim ailəmdə, nə onun ailəsində. Getdik Zaksa, elə kəbinimizi kəsdik. Ondan sonra qaldıq belə də, harada evə qorxur getməyə. Mən də gəldik Zavurgilin evinə. Zavurgilin. Həmin o İsmarcı göndərmişdiniz ki, getdənən arvadı olacaq. Biz ailəvi dost idik. Gəldi, onun anası da deyir ki, ay, nə eləmişsiniz siz? Ailəniz bilmir, bunun ailəsi bilmir. Rafiq deyir, siz nə eləmişsiniz? Evlənmişik də. 60'ların uşaqları belə idi. Belə idi. Biraz bir dikbaş idi, bir diribaş idi. Prosta hər şeyi... Dövrün özü də elə idi. Bir qaynayan dövrüydü 60'lar. Bir dostumuz var idi bizim, rejissor. Dedi ki, mən zəng edeyim anasına deyim ki, siz evlənmişsiniz. Zəng edir anasına bunun ki, Aliyə xanım, Nataban ərə gedib, Rafiq evlənib. Anasının ürəyi gedir orada, skorpomuzlar gəliblər. Qız anası kimi mənim az qar burada, indi ürəyim geçsin. Mənim də evdə xəbərləri yoxdur heç kəsin. Belə oldu ki, sonra biz gəldik bunlara axşam. Qardaşı götürdü trubkanı, böyük qardaşı. O da operator idi.
televiziyada. Aha. Böyük qardaşı. Dedi ki, yaxşı evlənib gəlsinlər evə. Biz də gözlədik atası işdən gəlsin, rəhmətli Şüvar Şəykə. Bu da rejissor idi də, bu tanınmış rejissor idi. Meyerholdun o tələbəsi idi. Gəldi evlərinə, titrəyə əllərim, titrəyə. Dedim, əşi, biz də axı bir Qədəşlər məhəlləsindəyik. Hansı məhəllə idi? Beşikdən bir tən aşağı. Lotlar məhəlləsi. Təzəpirdən? Təzəpirdən, hə. Sovetski uşaq. Orada maraqlı günlər görmüşük biz. Ancaq o məhəllənin də öz havası var idi, öz qanunu var idi, bilirsiniz. O küçənin də öz qanunu var idi. Bəzən o qanunlar yaxşı idilər. Qeyrətdən danışırdılar onlar, kişilikdən danışırdı. Belə heç vaxt bizim həyətdə gözəl qızlar var idi, bir-iki qız, qəşəng qız var idi. Ayrı bir məhəllədən o qıza sataşsaydılar, bizim bacımız yox idi də, biz 4 qardaş idik. Biz o sataşanların canını alardıq. Başa düşürsünüz, öz bacımız kimi onların qeyrətini biz çəkirdik. Ana bacı kimi. Belə sonra belə də heç vaxt qapılar açıq idi həmişə, heç kəs. O dövrdə biraz insanlar da səmimi idilər. Daha saf idilər. Əlbəttə saf idilər. O dövrdə yaxşı idi. Bu dövrdə şükür Allaha yaxşıdır, ancaq hər bir gəncliyin bir devranı var, başa düşürsünüz. Gənclik gözəldir, əlbəttə, indiki gənclərdə onlar xoşbaxtlar, yaşayırlar öz devranında. Hansı ki, bəzi şeylər bizim artıq xoşumuza gəlmir. Amma əslində siz də onları eləmişsiniz vaxtında. Bizim məhəllədə deyirlər, ac ol, kişi ol. Yəni oğurluq eləmə, rüşvətxorluq eləmə girən, nə eləmə girəndə ac ol, kişi ol girən. Amma sonra bəzi ayrı yerlərdən gələn dostlarımız bizim həyatda özüm öz qulağımdan eşitmişəm ki, deyir, kişi də deyir, ac olar. Get, deyir, nə işlə məşğulsan, get girən, acıq qalma girən. Daşı. Bilirsiniz burada. Raif müəllim, atası gəldi, nə oldu reaksiyası? Atası gəldi, kağızı qoydum qabağına. Dedi ki, bana sənin atan-anan var, valideynlərin var. Dedim, dedi ki, bu kağız heç nə, cırt olla. Get ginən, onlar gəlməyənə qədər. Heç bilmirik, o mənim atam kimdir, anam kim deyir. Biz o vaxtda elə şeylərə baxmıyorduk. Gəldim evə, evdə də deyəndə dedilər, kişi sən dəyinəmsən, adamsan sən, bir insan bir fikirləşər, biabırçılıq deyə yaradırsan, deyəydim bizə, gedəydik, adam balası kimi bütün işləri həll edəydik, əlbəttə. Sabahsı gedəydi, valideynlərim, qardaşım, nə bilim, xalam zat, xolca ilə zatla gəldilər bunlara, həm almağa, həm də ki, daha kəndi keçilim də. Demək, hamını fakt qarşısında qoydunuz. Hə, fakt qarşısında qoydunuz. Harada yaşadınız sonra? Bizim qızımız oldu 67-ci ildə. Anası dedi ki, körpə elə bizdə qalın. Bizim də şeydə, bu Beşər Səfəroğlu'da, Beşik'in yanında bütün böyük bir mərtəbə evimiz var. Orada 4 mərtəbənin 1 mərtəbə, 2-ci mərtəbəsi bizimdir. Bizdə də yaşayıb. Anası razı olmadı. Dedi ki, vay balaca, lağla qızım ona diqqət yetirirdi. Onu natavanşın ağır olmasın da, o da oxuyurdu. Biz də sonra belə oldu ki, 1-2-3 il qastrolda gedəndə qalırdı anası ilə. Sonra gələndən sonra yəni köçdük biz. Şors küçəsi idi o vaxtı, Bəşir Səfəroğlu. Köçdük özdə də baba evimizdə bir 15 il, 20 il qaldıq orada. Daha çox, nə 20 il? Bir 30. Rafiq müəllim, 61 ildir bir yerdəsiz. 61 ildir. Bu dilə asandır demək, 61. 61 il bu bir igidin ömrüdür. Bilirəm. Necə yola getmək olar bu qədər? Necə bezməmək olar? Yola odur ki, indi bir məsələ var da, Allah Teala indi nə bilim bizi rastlaşdırıb, qurban olum Allahın hökmünə, o özü bilir hər şeyi. Bilirsiniz, indiyə qədər elə bir hadisə olmayıb ki, mən ya belə bir nəsə də, bir xoşuma gəlməyən belə bir şey olsun.
ömrü boyu bir yerdə olmuşuq hər gün. Bezməmisiniz bir-birinizdən? Bezməmişik, yox. Hər gün bir yerdə olmuşuq. Heç elə bir doğma, elə bil mənim paramdır, mənim bir parçamdır. Ya mən onun. Heç indiyə qədər nəsə deyəsən bir şey nəsə xoşa gəlməsin bir hərəkəti, elə şey zət. Ya mənim tərəfdən onun xoşuna gəlməsin, elə şey olmur. Demək düz söhbətdir də ki, almanın iki yarısı da, yəni insanlar bir-birini tapanda belə olur. Elə olmalıdır, əlbəttə. Elə olmalıdır. Burada heç Xoşbəxt adamsınız adam siz. heç bir şeydən də iyrənmirsən, belə nə bilim, elə bir insandır. Bilirsiniz? Necə gözəl hissdir bu. Hə, bu qoxusu doğma, mənim qoxumdur. Şükür Allaha, qurban olum Allaha. Allah ikinizə də can Hə. sağlığı versin. Hə, belə o xoşbəxtlikdir. Övladınızın toyuna say seçmə adamları çağırmışdınız. Bəli. Mətbuat elə yazırdı. Necə seçirsiniz həmin adamları? Bilirsiniz, mən Milli Məclisdə işləyirdim. Axır Filarmoniyada mən 12 direktor işlədim. Sonra belə oldu ki, mən oradan getdim Milli Məclisə. Milli Məclisdə işləyirdim. Və Milli Məclisdə də mənim Hansı vəzifədə idiniz? mən orada məsləhətçi idim, katiblikdə. Aha. Hə. Normal idi də, rəhbəri ilə həmişə elə bir yerdə idik. Hə. Və mənim dostlarım orada çoxlu dostlarım var idi. Sonra artıq ayrı dostlarım da var idi ki, qədimdən olan dostlarım deputat idilər. Bilirsiniz. İndi də yaxın dostlarım var mənim, deputatdılar orada. Даже sədr müavini deyir, Rafael Hüseyin deyir. Bunlar hamısı yaxındılar da. Onlar çağırmışdınız toya? Onlar da var idi. Dostlarım, qohum əqrəbə, hər şey. Musiqiçilər də var idi. Musiqiçilər də var idi, əlbəttə. Gündəlik ünsiyyətdə insanları necə seçirsiniz? Çoxdan qalan insanlardır ətrafınızda, bilirsiniz, dostlarınız. artıq mən itirmişəm ətrafı. Hamısı vəfat edib, mənim yaxın dostlarım. Bir nəfər, iki nəfər var. O da ən belə müqəddəs, necə deyim? Evin içi. Hə, müqəddəs dost. Axı insan gərək ailə öz yerində, yoldaşı, həyat yoldaşı öz yerində. Ancaq kişi münasibətləri olmalıdır dostluqda da. Bir ürəyivə nəsə hansısa bir hadisələri bir yada salırsan, bir o söhbət bir görsən gecədən başlayır, səhərə qədər elə söhbət gedir. Bilirsiniz, bax elə şeylər, o duxovnaya blizist deyirlər, mənəvi birlik. Doğmalıq. Hə, o doğmalıq. Elə bir şey. Var idi, ən belə əziz dostlarımdan biri Adil idi, Elçin. O bizim karikatürist, Kirpinin baş rəssamı. O axıra qədər, 3-4 il bundan qabaq rəhbəti getdi. Buradan artıq köçmüşdü İsrailə, İsraildə yaşayırdı. Oradan hər gün zəng edirdi mənə. Burada olanda da elə gecə-gündüz bir yerdə gedirdik rayonlarda, istirahət edirdik maşınla, yaxın dostumdur. İndi də bir dostum var mənim, bir-iki nəfər var. Bir də bir Fuad Mamedov var, belə bizim kulturoloq, mənim yaxın dostumdur. Ən dostumuz o ilə. Yəni evdən kənarda vaxt keçirirsiniz, düzdürmü dostlarınızla? Əlbəttə. Hərdən otururuq elə maşına gedirik Səlyana, balığa. O kütümlər, Kariçevi kütümlər deyirlər. Oradan da ondan doymaq mümkün deyil. Asitrin zaten öz yerində. Amma o kütüm. Hərdən gedirik. Cavanlıqda binirdik 4-5 maşın, dostlarımız yığışırdı, gedirdik Şəkidə. Günorta piti yeyib qayıdırdıq evə. Nə danışırsınız? Mən elə bilirdim ki, bu paytaxt mədəniyyəti ilə böyüyən insanlar çox rayona getmir. Elə bütün əyləncələri buradadır. Yox, bilirsiniz, mənim ən sevdiyim təbiət rayondur, meşədir. Mən anadan olmuşam Bakıda. Ancaq mənim Bakı iqlimi xoşuma gəlmir mənim. Ömrü boyu xoşuma gəlməyib. Sonra çimərliklərə gedirlər. Çimərliklə mənim aram yoxdur. Heç getmişəm uşaqlara görə. Ancaq çimərliklə aram yoxdur. Bəlkə də o ilə bağlı olub ki, mən 2 yaşında 41-ci ildə müharibə başlayanda mənim rəhmətli atam Goranboyda, Qasım İsmayılov rayonunda hakim işləyirdi. Aha.
Belə oldu ki, aclıq vaxtı idi də Bakıda da müharibə zamanı jımıqsad girdilər cəmaət. O götürdü bizə ailəvi apardı Goranboya. Mən 4 il 2 yaşından 5-6 yaşına qədər Goranboyda formalaşmışam təbiətdə. Hə. Oranın bağlarında, beşəlikdə. Bilirsiniz, artıq mən özümü bir necə deyim, şəhər sakinindən başqa bir kənd sakini kimi də hiss edirəm. Uşaq vaxtından gələn sevgidir, Əlbəttə. demək. Rafiq müəllim, Vaqif Mustafazadə ilə Targovunu necə bölmüşdünüz? Niyə bölmüşdünüz? Vaqif, Siz deyəsən xuliqanıdınız. ya biz biraz diribaş uşaqları idik, xuliqan deyil idik. Biz silah idik. O devirdə xuliqanlar var idi. Geyinmək. Hə, biz axı Kloş şalvarlar. Ya o vaxtı kloş. 70-lərdə. Hə, yox, mən 50-ci illərdən 50-dən danışıram. danışırsınız. 70 nədir, 60 nədir? 50-ci illərdə firmini dar şalvar idi, kok idi, belə o Elvis Presley Elvis'in saç kimi. Hə, pencey, şiroki, pleçi belə Amerikansk. O vaxtı biz 16-17 yaşında. Hə? Hardan alırdınız onları? Orada belə idi də, biz artıq 50-ci ilin axırlarında gedirdik Yerevana. Artıq Amerikadan falan gəlirdi, hə? Amerikadan gəlirdik İrəvanda var idi. Yerevandan da biz alırdıq. Sonra qastrolda olanda Lvov, Çernavitsi, Orada gəldi. Zapadna Ukrayna deyirlər. Sərhəddən keçirmiş. Ora gedirdik. Orada da bu komisyonlularda cürbəcür. Bizdə belə bir zövq yaranmışdı ki, biz artıq geyimi o tikişi bilirdi ki, bu Amerika istehsalıdır. Bilirsiniz, o devirdə seleksiyon adı var idi də, seleksiya idi. Hər adam hörmətə layiq olmayırdı. Öz bacarığı ilə ola bilsin, öz əməlləri ilə, öz talantı ilə. O vaxtı seleksiyon idi. İndi nə qədər məktəbdə oxudursan, oxud girən, əgər başa düşməyəcək, əgər onda yaradıcılıq hissi yoxdur, ya bir düşüncə, belə əməlli başlı düşüncə sahibi deyil, o gəlib öz səviyyəsinə çatmayacaq. Bizdə qızlar da elə idi. Qızlar da bir dənə, anası bir dənə platya tikirdi onun üçün. Ancaq onun görünüşü, qızın görünüşü, qəşəngliyi, gözəlliyi artıq o geyimdən zatdan qıraqdaydı. Onu görürdün sən. Bilirsiniz, onlar doğrudan da elə idi. Rafiq abi, 50-ci illər müharibədən sonra, o qanlı qadalı illərdən sonra çox belə qadın sayağı geyimlərdir. Buradan elə bil ki, 19-cu əsrdəki belə krinolinlər filanlar vardı. Biraz elə bil yubqanın ətəyi biraz şişidi, çiyinlər biraz belə çox gözəlcə açıldı. Çox gözəl dəbidir. 60-lar da elə gəldi. 60-lar da elə gözəl oldu. Biraz başladı dəyişməyə. Mən sizə deyim bir jens. Elə bil 50-ci illərdə elə bil insanlar müharibədən ki çıxdı, qadınlar can atırdı ki, biraz belə daha gözəl, daha belə təbii. Təbii. Hə. Elə idi. Kişilərin geyimi necə idi? Kişilərin də geyimi belə dar şalvar dedi. Dar şalvar idi. Qalstuk idi. Hərdən o qalstukun üstündə davaya düşürdük. Bilirsiniz? Məhəllədən keçəndə, indi axşam gedir İsvilanima var mənim də. Geyinmişəm məntiqə, yaxşı qalstukla zaddan. Aşağıda bir-iki nəfər qədeş qalxır yuxarı küçədə. Rast gələndə qədəşim, siqaretim var. Deyirəm, yox. Necə yox, niyə deyirəm, çəkmirəm də. Bu nədir? Qalstukdan tutur, dartanda, uca dava düşürdü də. Siz də vuran. Elə şey daha bu da qalstuk əldə vermək olmaz axı. Sovetski şahada. Dava düşürdü, qırğın düşürdü, əməli uşaqlar da tökülürdülər, şey qırğın olurdu. 50-ci illərin ortasında axı yeni mədəniyyət başladı yaranmağa Azərbaycanda. Yeni mədəniyyət yarandı. Onun da təbliğatçısı elə Qlaşatayı Rəşid Beybutov idi. Bizim bəstəkarlar Tofiq Quliyev zad belə yeni bir estrada forması, sonra yeni bir mədəniyyət. Estrada gəldi Azərbaycana, estrada gəldi. Estrada. Sonra 50-ci illərin ortasında axı bütün dünyadan filmlər gəlirdi bura. Amerikadan, Meksikadan, Avropadan. Caz başladı burada yaranmağa. 50-ci illərin ortasında biz cazla başladıq məşğul olmağa. Daha biraz qabaq. Caz da burada qadağa idi. Biz hər gecə, səhər 4-ün yarısında başlayırdı 1 saat. Yulis Kanaber'in Amerikadan verilişi var idi.
Ancaq birinci istəyirəm biləm ki, siz Targovunu necə bölmüşdünüz? Targovunu belə bölmüşdük də biz mən 54-cü, 55-ci ildə musiqi məktəbinə Əsəb Zeynallı adına musiqi məktəbində daxil oldum. O da ki, Rəşid Beybutovun ən belə gurultuyan vaxtı idi. Bütün SSR-də onun mahnıları qulaq asılırdı. Biz də ki, mənim ən xoşuma gələn, ən müqəddəs belə bir insan Rəşid Beybutov idi mənim üçün. Onun mahnılarını mən əzbər bilirdim. Anadan da gəlmə bir səsim də var idi. Onun mahnılarını elə oxuyurdum ki, qıraqdan qulaq asan elə bilirdi ki, elə Rəşid oxuyur. O vaxt axı maqnitofon zad belə bir yazı, video zad yox idi. Bilirsiniz. Mən bir maqnitofon daşıyırdım özümdən 60-cı illərdə. Və bəzi mən axı Doğrudan stilə qayıdınız. Hə. Maqnitofon harda o vaxtlarda insanlarda çətin tapılan? Ən birinci maqnitofon pristavka məndə olub. 56-cı ildə, 57-ci ildə. Deyirdilər ki, 50-ci illərin əvvəllərində mən eşidirdim ki, Amerikada belə bir şey yaranıb ki, insan danışanda onun səsi yazılır lentə. Biz də bilmirdik bu nə olan şeydir. Sonra yavaş-yavaş artıq gözümüz açıldı. Televizor olanda nə söhbətlər gedir? Hə, elə idi. Sonra məndə maqnitofon pristavka idi. Bir balaca usilitel idi. Aha. Bir balaca da podnoşkası var idi. Onu qoyurdun valın üstünə. 78 proqramı işləyirdi. Priyomnikların üstündə şey var idi, radiolalar var idi. Hə. Onu qoyurdun üstünə. O fırradırdı onun diski. Həm orada da bir balaca 100 metrəlik babina var idi, lent. Aha. Lentlə onu burası lentlə babina ilə bağlayırdın, fırradırdın, yazırdın adapterlə. Həmin o dövrdə hələlik bu rentgen üzərində yazılanlar yox idi. Yox idi. Yox idi. O 70-lərdə çıxır. Onlar sonra başlandı. 60-cı illərdə başlandı. Deyirdilər ki, 40-cı illərin axırında bu Amerikada Roosevelt müharibənin gedişatını televizor bir balaca belə bir pəncərə var, o ilə dinləyirdi. O da belə. Biz də deyirdik, bu necə ola bilər? Avropada SSR-də iyi tozu yox idi hələ. İyi tozu yox idi. O vaxt yox idi. Mən birinci televizorlar başladı, qara rəng, ağ-qara televizorlar. KBN, MBN balaca belə televizor idi. Özü də pis işləyirdi. Çox pis işləyirdi. Onun lupası da var idi. Böyütməkdən ötəri qabağına su tökürdülər. Ekranı var idi. Onun içinə su tökürdülər ki, увеличение olsun, böyütsün. Ayda, Rafiq müəllim. Hə, onunla bizdə var idi. Sonra xaladilnik yox idi. Xaladilnik bizdə, bizim ailəmizdə var idi. Hələ 30-40-cı illərdə nə xaladilnik idi. Cuhudlar fikirləşmişlər onu. Bizim bir cuhud qonşumuz var idi. O da yaxşı belə şey idi, stoler idi də, əl qabiliyyəti var idi. Xaladilnik eləmişdi bizim üçün. Taxtadan belə bir xaladilnik idi. Belə qapısı da əməlli başlı haçarla, zadla. İçi dəmirdəndir. Üstündə də onun yenə də dəmirdən yer var idi. Gedirdik biz buz alırdıq. Buzu qoyurduq üstünə. Demək, izolyasiyası yaxşı idi deyə buz çox tez ərimirdi. Hə, içi dəmirdən idi onun. Üstdən buz qoyurdun, doldururdun buzla. Buz da satırdılar aşağıda. İndi 5 buz satılan dövr. Hə, gedirdim, yekə buzlar idi belə uzun. Vururdular qırmaqla, qırırdılar, çəkirdilər kilodan. Sonra kvas satırdılar. Əla kvaslar idilər. O Bazar küçəsi var idi. İndi Hüseyn Hacıyev küçəsidir. Orada 5 mərtəbəli evlər vardı. Orada karvansaray var idi. 5 mərtəbə yox idi. Hüseyn Hacıyev Univermağın qabağından keçir. Univermağın qabağından belə gedir Azdramaya qədər. Orada evlər yox idi. O evləri mənim gözümün qabağında tikiblər. Mən sizə deyim, mən evdən düşəndə 4 dəqiqəyə gedib Targovaya çatırdım. O Targovaya çatan, bir dəfə evdən çıxdım, baxdım sol tərəfə gördüm, bir bina inşa edirlər. 40-cı illərin axırı, ortası axırı idi belə. Bir bina inşa edirlər.
Fikirləşirdim, hə, bu bədbəxt kim burada yaşayacaq? Bu şəhərin kənarıdır, bu da şəhərin qurtaran yeridir, 5 mərtəbə. Ah! Və bizim psixologiyamız belə idi artıq. Hə. Hə, deyirdim, Həyatınız Targovudaydı da, hə? Hə, də hər gün Targovdur. Şəhəri qurtaracağım Hə, mərkəz. bura Axası 5 mərtəbə tikilmişlər. Hə. Azdıramanın qabağındakı 5 mərtəbəyə mən deyirdim ki, bura dünyanı qurtaran yerdə hansı bədbəxt burada yaşayacaq? Bax belə bir düşüncəmiz bizim belə idi. Gör Bakı nə qədər dəyişib. Hə. Sonra necə oldu ki, Targovunu böldünüz aranızda? Hə, Targov belə oldu ki, mən musiqi məktəbinə daxil olanda Vaqif də musiqi məktəbinə daxil olmuşdu. Bir yerdə biz otururduq, dərs keçirdik. O ayrı öz ixtisası ilə, royallə, mən də ki, bir vokalist kimi öz müəllimimlə öz dərsimi keçirirdim. Ancaq bizim ümumi dərslərimiz də oldu. Musiqi, literatura, musiqi ədəbiyyatı, musiqi qarmoniyadır, zadlar. Bunlar da bir yerdə keçirdik bunları. Biz də bir yerdə həmişə bu dərslərdə bir yer otururduq. Hələ bizim bir dəqiqəmiz var idi. Siz Kəlbəyə-idiniz. Hə, mən Kəbləyə idim, o da Vaqolia idi. Hə. Ki, Kəbləyə indi piririm olacaq, gedəydik siqaret, tualetə, siqaret çəkməyə deyir, amma çəkmirəm bu şey. Mən çəkmirəm, çəkirdim, indi çəkmirəm. Mənə pis təsir. Kişi deyirsən, kişi deyirsən, onu da davamız düşür. Davamız düşür, bir deyirsən, çırpırıq bir-birimizi. Yaxın dostuq, qardaş kimi. Ha, bu da Ediyat Bilgidərov işte dayanırdı, deyirdi, Gospodi deyir. Bu adamlar da deyir, Azərbaycan mədəniyyətinin davamçıları olmalıdırlar, deyir. İlahi. Azərbaycanın mədəniyyəti gör kimlərdəndir. Yəni bu əsrlər boyu böyüklərin kiçiklər haqqında dediyi söz dəyişmir. Kiçiklər də gəlir, mədəniyyət irəliyə aparır. Hə, bizim də hərəkətimiz axı düz deyil. Axşam artıq bir yerdə gedirdik, Targovda gəzirdik. Bunu zarafatca bölmüşdünüz siz Targovunu, yoxsa ciddi-ciddi? Ya bir yerdə gəzirdi də, Targovda, yəni belə deyirdik, bölünmüşdü də. Yəni qəşəng qızlar var idi. Gəzirdik, nə bilim, gözəl günlər görürdük biz. Oradan da yaxşı günlər idi. Amma orada məsəl üçün sizin yanınızda kimsə dava eləsin, qıza söz atsın falan olmazdı. Yox. Targovun böyükləri gəlir. Yox, hərdən qızlar bir-birinə dava edirdilər. Sizin üstünüzdə. Kimin sözündə. Yaxşı. Elə şeylər də olurdu. Hə, belə şeylər də olur. Vaqif Mustafazadə cəlbedici idi. Əlbəttə. Vaqif Mustafazadənin bir xasiyyəti var idi. O artıq, o da gecə-gündüz bu modern cazla məşğul idi, klassik cazla. Amerika səsi ilə inkişaf edib o. Belə idi ki, biz cavan oğlanlar yığışırdıq, hər həftə də, ayda 1-2 dəfə, 3 dəfə kiminsə evində. Ya biz qızların evində, ya öz evimizdə, ailəmizdə, atamız, anamız, adımız belə. Vaqiflə həmişə bir yerdə yığışanda, bir yerdə əgər pianino var idi, Vaqif hər şeyi yaddan çıxardırdı. Nə qızı yadda qalırdı, nə biz. Gedirdi, oturdu, başlayırdı çalmağa. Biz artıq onun üçün maraqlı deyirik. Bilirsiniz, o belə vurğun idi də, bu pianino da belə şeydir. Bizdə alətdir də, gərək aparasan özündən. Amma bu da belə şeydir ki, gəlir, görür pianinodur, başlayır oturub çalmağa. Vaqif Mustafazadə rəhmətə gedəndə, siz hansı dövrdə eşitdiniz və ümumiyyətlə necə reaksiya verdiniz ona? O dövrdə mən Filarmoniyanın konsert şöbə müdiri vəzifəsində işləyirdim. Bütün bizim mədəniyyət işçilərimiz, ifaçılarımız hamısı o şöbədədirlər. Qoskonsertin də planı var idi məndə. Onlar göndərirdilər bizim ən tanınmış belə istedadlı kollektivləri. Onların da planı olurdu, göndərirdilər ya ayrı bir respublikalara. Özümüz eləyirdik planları, ancaq onlar da bizə kömək eləyirdilər. Və bu planın əsasında o Vaqif Mustafazadənin triosu, o da o siyahıda idi. Məndə də o siyahı var idi. Moskvadan alırdım və onu mən həyata keçirməli idim. Belə oldu ki, onu mən göndərdim. Həmin o. Onu mən göndərdim rəhmətliyi.
bütün qastrol səfərini təşkil elədim, administrator göndərdim, onun afişalarını göndərdim Daşkəndə. Zat bu getdi. Elə sonra oranın direktoru, filarmoniyanın direktoru zəng elədi mənə ki, Rafiq deyir, rəhbətə gedib Vaqif Mustafazadə. Həm dostunuz, həm siz göndərdiyiniz insan, həm Azərbaycanı təmsil eləməyi. Belə bir hadisə oldu da. Səhnədə rəhbətə getmişdi. Elza xanım onu necə bildi? Elza xanım da daha bildi də, artıq yayıldı bütün. Mən siz nəyi bilmək istəyirəm? Vaqif Mustafazadə qeyri-adi bir hadisə idi də Azərbaycan mədəniyyətində. Hamı eyni reaksiya, hamı təəssüfləndimi, hamı dedimi ki, Azərbaycan mədəniyyəti itirdi, yoxsa hələ onu da bilmirdilər ki? Yox, o bilirsiniz öyle bir sənətkardır ki, o öz devrini qabaqlayan sənətkardır. İllər keçərkən o daha da dəyərli olur. Dəyərli olur, başa düşürsən. Elə o sənətdir də, modern caz, müasir sənətdir. Bilirsiniz. İndiyə qədər onun doğrudan da ifalarına qulaq asanda o əvvəlcə zarafat edirdi. Bilirsiniz, o bir yığıncaqda zətdə olanda, kampaniyalarda, görürsən, Tomnayano içində böyle şeylə, muğamatla çalırdı onu, xallarla. Zarafat edirdi də. Deyirdiz improvizdir də. Elə ağzına gələri çalırdı. Biz də deyirdi yara, caz olur çaldılar. O vaxtı da mən kəbləyi idim də, saksafonda çalırdım. Necə çalsaydım, axı mən muğamatın üstündə formalaşmışam. Bir Azərbaycan musiqisində. Hərdən görsə bir Azərbaycan xalı qaçanda deyirlər, çaşılışnik. Yəni ki, əməlli çal. Amerikan fason çal. Biz də doğrudan da... Amma o gətirdi, dəb elədi onu. Ancaq o 60-cı illərin axırında artıq bununla başladı o profesional səviyyədə çalışmağa. Bilirsiniz, bu Azərbaycan musiqisini başladı cazla birləşdirməyə, improvizə etməyə. Axı, Azərbaycan muğamı da improvizədir. Əslində etnocazdır da, düzdürmü? Bu özü də başa düşmədən etnocazı yaratdı dünyada. Birinci o yazdı. Ondan əvvəl yox idi ki, ondan əvvəl elə şey olmayıb. Ondan əvvəl mən ikinci etnocaz, Polşada bir vardı, Namıslovski idi. O başladı Polşanın xalq musiqisini cazla birləşdirməyə. Sonra ayrı-ayrı ölkələrdə də başladılar etnocazla məşğul olmağa. Ancaq etnocazın əsasını dünyada qoyan Vaqif olub. Bütün dünyada. Yeri görsənirdi mi Vaqif Mustafazadənin sonra? Mədəniyyətdə, dostluqda? Çox gözəl ki, onun ev muzeyinin direktoru Afaq xanım Əliyeva, onun bibisi qızıdır, ya qohumudur. O, nə yaxşı ki, var bu dünyada. Siz də vaxtaşır orada olursunuz tədbirlərdə? Əlbəttə, elə bu yaxınlarda Sibirizdə onun qonağı idik. Rafiq müəllim, Əzizə xanım Almaniyada yaşayır da mən biləm, hə? Vaxtaşırı gəlir, bura gedir. Son dövrlərdə artıq görünür Bakıda. Ünsiyyətiniz olur? Bilirsiniz, ən yaxın ailə idik biz bir-birimizdən. Onun hələ anadan olmamış, o Elza 69-cu ildə biz qastrolda gedəndə Rauf Hacıyev Tiflisdə rastlaşmışdı o ilə. Deyir, burada niyə gəzirsən? Deyir, işləyirəm burada. Qayıt deyir. Onda Rauf Hacıyev mədəniyyət naziri idi. Qayıt deyir Bakıya deyir, Bakıda işləyirəm. Burada niyə işləyirsən? Gəldi bizim orkestri götürdü onu. Necə bir konsert meistri kimi, piyanist kimi. Arvadını da onun Elza xanım. Onu da götürdü solist kimi. Bir məşq elədi o ya. Elza xanım sonra Sevildə idi, düzdürmü? Sonra Sevil yarandı. Sonra. İndi nə demək istəyirəm, biz qastrolu gedəsi idik, gedməli idik. Belə oldu ki, Vaqif Mustafazadə gedə bilmədi, o ürək tutması oldu onun. Ürək xəstə idi onun da. O balnitsada yerləşdirildi və qastrolu gedə bilmədi. Məndən də xahiş edir, deyir ki, qurban olun deyir. Elza deyir, elə o nartavanla deyir də, o ilə sözlər tutar, hə. Yanımızda olsun da. Bütün qastrol səfəri 1-2 ay elə biz bir yerdə olmuşuq. Biz yaxın idik, çox yaxın idik.
Sonra belə oldu ki, Yəni bunlar dolayısıyla Əzzə xanım da sizin gözünüzün qabağında da olub həmişə. hə, hə, Hə. hə. Sonra o anadan olanda da, qastrolda olanda Hə. o hamilə idi. Hə. Sonra Əzizə anadan olandan sonra da o orkestrdən də çıxdı, qaldı Bakıda. Bunlar Sevil kollektivi yaratdılar Azgosteria radioda. Hə. Və beləliklə onlar da bir Niyə ünsiyyətiniz yoxdur Elza mən xanımla axı görə? bilirsiniz, ondan sonra elə biz qastrollarda, onlar öz qastrolunda, biz öz qastrolumuzda. Əzzə Mustafazadə böyüyəndən sonra ünsiyyətiniz olmayıb deyə indi də yoxdur, elə? Yox, indi bilirsiniz, bir dəfə hansısa bir tədbir idi, 5-10 il bundan qabaq. Heydər Əliyev sarayında görüşdük, biraz belə də elə soyuq səhnədə konsertdən sonra. Elza da daha Vaqif yoxdur. O da ayrı cür formalaşmış bir insan olub. O Mustafazadəni həmişə o idarə edirdi də. O hələ bizim indi muzeylə də onun arası çox elə deyil. Elzanın. Deyirlər inci köçüb getdilər Azərbaycandan. Niyə? Nə bilim, hədər yerə. Hədər yerə. Azərbaycan onları yüksək səviyyədə onun adını saxlayır, Azərbaycan. Onu öz göz bəbəyi kimi qoruyur, onun sənətini. Bu Elza deyə narazı olmalıdır. Onun sənəti Avropada xoşa gəlir, qəşəng, əla, çox böyük səviyyədə olan musiqiçidir. Çox yaxşı. Yaşasın, çalışsın, qazansın. Ancaq bura gələndə 100.000 pul istəməsin də konsertdə. Əzizə xanımı deyirsiniz, Əlbəttə. hə. Belə şeylər var. Bura sənin vətənindir axı. Ümumiyyətlə Əzizə xanım Amerikada və yaxud da ki, Almaniyada konsertlər verib o qədər pul Verir, qazana qazanırlar bilirmi? da, indi çoxları verir konsertlər. Hə. Orada belə sıravi belə Yəni sizə xətrinizə dəyən odur ki, vətən görmür, elə? yox, vətən axı necə görsün onu, əgər özü seçib gedib Avropada yaşayır. Vətən axı vətəndə gəlik olasan da sən də. Onun ağır günlərində də olasan, xoşvaxt günlərində də bir yerdə olasan da. Mən bir söz demirəm, çox böyük sənətkar, yaxşıdır, bizə əziz adamdır o. Ancaq gərək axı gələk eləməsin, gərək narazı olmasın. Elə bil Elza xanım da çalışırdı ayırsın, hə? Elza axı Azərbaycanlı deyil də bu da. Biraz dərindən baxsaq, nə deyim valla. İndi onu hər adam öz düşüncəsi ilə başa düşməlidir. Əgər Azərbaycanlı olsaydı, onun ailəsi burada olsaydı, əlbəttə bağlı olacaqdı Azərbaycandan. Bilirsiniz. Amma elə bil belə camiədən də Vaqif Mustafazadəni ayırmağa çalışırdı Vaqif Mustafazadə sağkən. Çünki bir neçə adamdan eşitmişəm ki, elə bil ki, belə soyuqluq yaradırdı arada. Onların xasiyyəti ayrı-ayrıdır. O soyuq insandır, sakit insandır. Bu ancaq olduqca mürəkkəb, olduqca temperamentli insan idi Vaqif. Ayrı-ayrı adamlardılar bunlar. Özdəki pişik kimi qorxurdu Vaqifdən. Həm də yəqin sevirdi. O sevirdi, daha da sevməlidir də. Həm də axı Vaqifin kölgəsində o yaşayıb həmişə. Necə sevməsin? Əvvəl sevib, məhəbbət olub oyanmıyor. Ancaq artıq Vaqifin adı var axı. Vaqifin adı yaşayacaq bütün ömür boyu. Elzanın istedadı böyük idi, yoxsa orta istedadıdır? Yox, çox elə istedadlı insan deyil idi o. Yəni Vaqifin hesabına. Vaqifin hesabına. Mən bunu açıq deyirəm. Burada böyük hörmətim var ona, ancaq hər şeyi düz demək lazımdır da, problem yoxdur. Amma Əzizə istedadlı qızdır. Atadan keçmə. Əlbəttə. Özünüzü neçə yaşda hiss edirsiniz siz? Çünki enerjiniz çox gəncdir. Bilirsiniz, mən ömür boyu özümü cavan hiss eləmişəm. Hiss eləyirəm də. Ancaq hərdən indi ola bilsin ki, nəsə bir balaca dizdə, ya axı insan belə bir məxluqdur ki, gərək
Xarab Yaş olur öz da. yerin, hə? Xarab olur. Mütləq. Orqanizmdir əlbəttə, də, xarab olur. orqanizmdir. Mütləq istismar olunur. Hə. Mütləq. Mən sükan arxasına oturanda oluram 20 yaşında oğlan. Qovursuz maşını. Bərk sürürsün. Öküz kimi. Elə iştiraflar Bərk gəlir. gedən. Gəlir. Bəlkə bir ay bundan qabağı Sibrizdən qaydanda 50 bal iştiraf ediblər, 2 bal da veriblər. Yaxşı. Vallahi cibimdədir şeylədir. Radardadır. Ya qaynayırsınız hələ. Saatda 140 ilə 150 ilə gedib. A, nə Nə var, bir nəfər qabağımda gedirdi, saatda 100 ilə gedirdik. Belə də çox belə əsəbləşdirdi məni. Mən də onu ötməkdən ötəri gəlib bir baxıb sürət qaldıram. Qaldırdım, heç bilmirəm 140 haqqası çıxıb yazmışdı orada. 150 ya 140. Hə. Tez keçdim, yenə də mülayim saatda 110-dan 100-dən belə gedirəm trasda. Akazıysa elə yer seçilib ki, elə radarın altında mən onu eləmişəm. Raif müəllim, adətən biraz yaşa dolmuş insanlarla məndə müsahibə içində belə bir təəssürat olur ki, artıq nəsə bir nəticə çıxartmaq lazımdır. Sizlə danışıram, o yoxdur məndə. Yox, nəticə olmayacaq. Hə, nəticə bilirsiniz nədir? Elə bil ki, 30 Bilirəm, yaşında adamla bilirəm. danışıram, hələ dəri dolu, Belə. hələ də belə tam enerjili, elə tam güc, tam sürət hələ gedir. Nə, bu 5 mərtəbəli qalxmışam. O böyük şeydir. Yeri gəlmişkən bizim studiyamız 5-ci mərtəbədədir və Hə, böyük pilləkanlar, iri pilləkanlarda elə bil ki, bir 6-7 mərtəbədə belə. hə, bunu təxminən. qalxdım mən. Şükür Allaha qalxmışam. Raif müəllim, ona görə müsahibəni yekunlaşdırmırıq biz. Hər hansı bir nəticə çıxardaq falan o məsələləri eləmirik. Yaxşı ki, varsınız. Sağ olun. Və sizə çox sağ təşəkkür olun. edirəm ki, gəldiniz. Çox Çox sövq sağ olun. aldım. Mən də sizə təşəkkür edirəm.